Ölkəmiz buğda istehsalı ilə bağlı yerində sayır. Prezident İlham Əliyev ötən gün kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə bildirdi ki, ölkəmiz cəmi 55% səviyyəsində özünü buğdayla təmin edir və neçə ildir ki, elə bu səviyyədə buğda istehsalı olunur. Baxmayaraq ki, bu sahəyə çox böyük təkan verilib. Bəzi aqroparklar yaradılıb. Hədəf qoyulmalıdır ki, 100% özümüzü ərzaq buğdası ilə təmin edək. 55% qəbul edilməz rəqəmdir və bu mütləq artmalıdır. Bəs artımın olmamasına səbəb nədir? Mütəxəssislər buğdaya olan tələbatı ölkəmizin daxili potensialı hesabına ödəmək üçün hansı təklifləri irəli sürür? Ölkəmiz cəmi 55% səviyyəsində özünü buğdayla təmin edir və əfsuslar olsun ki, bu əmsal artmır. Daxili istehsal 1.573.000 ton, idxal isə 1.267.000 tondur. Prezident İlham Əliyev ötən gün kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu məsələyə diqqət çəkdi. Bildirdi ki, ölkəmiz özünü 100% ərzaq buğdası ilə təmin etməlidir. Maraqlıdır. Bəs artımın olmamasına səbəb nədir? Taxıl maya dəyərindən baha başa gəlir. Yəni ki, hamı bu məhsulu əkir ki, xeyir götürsün. Bu da ki, məhsul yetişən vaxtı 30-32 qəpiyə götürürlər. Bu da 4 tondan verilir 1200 manat pul edir. 1200 manat ilə ona da 1000 manata yaxın xas çəkilir. O təsərrüfatla məşğul olan adama nəyin bunun xeyridir? Kənd təsərrüfatında istifadə olunan suvarma suyunun 68-70%-i ölkə xaricindən gəlir. Klassik suvarma metodları da artıq özünü doğrultmur. Nəticədə məhsuldarlıq aşağı düşür. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov hesab edir ki, müasir suvarmanı genişləndirməklə məhsuldarlığın artırılması mümkündür. Ərzaqlıq buğdada ölkə ortalaması 32 sentinə 3,2 ton olduğu halda 2025-ci ildə ərzaqlı buğda proqramına qoşulmuş bütün təsərrüfatlarda, müasir suvarma qurulmuş təsərrüfatlarda ortalama məhsuldarlıq 5,8 ton olmuşdur. Bu da bizə onu göstərir ki, müasir suvarmanın genişləndirilməsi əlbəttə ki, ana istiqamətlərdən biri olmalıdır. Parlamentari Vüqar Bayramov isə deyir ki, Qarabağ və Şərqi Zəngəzur əkinçilik baxımından böyük potensiala malikdir. Həmin ərazilərdəki torpaqlar qara olduğundan buğda əkininə yararlı hesab olunur. Həmin bölgənin iqlimi də məhsuldarlığa müsbət təsir edir. Millət vəkili hesab edir ki, idxaldan asılı olduğumuz və strateji əhəmiyyət daşıyan məhsullar, eləcə də buğda məhsulları üzrə daha çox subsidiya verməklə də gələcəkdə buğdaya olan tələbatı daxili imkanlar hesabına ödəmək olar. Subsidiyanın məhsul həcminə uyğunlaşdırılması və buna uyğun olaraq da məbləğlərin müəyyənləşdirilməsi nəsə də subsidiya mexanizmində daha səmərəli şəkildə istifadə edilməsini gətirib çıxara bilər. O baxımdan həm region baxımdan yeni işğaldan azad olmuş ərazilərimizdə buğda əkin sahələrinin genişləndirilməsi, eyni zamanda subsidiya mexanizminin təkmilləşdirilməsi buğda idxalının mərhələli şəkildə azalmasına və daxili istehlakın daha çox yerli istehsal hesabına ödənilməsinə gətirib çıxara bilər. Buğda məhsuldarlığını artırmaq üçün ilk növbədə sertifikatlı toxumu olan tələbat ödənməlidir. Ölkəmizdə bu tələbat 170-190 min ton arası dəyişir. Amma son 5 ilin statistikası göstərir ki, daxili imkanlar hesabına bu tələbatın 80-90 min tonunu qarşılamaq olur. Bu da tələbatın 50-55%-ni təşkil edir. Əkinçilik Elmi Tədqiqat İnstitutunda istehsalat üzrə direktor müavini Qərib Novruzlu bildirdi ki, institut elit toxum istehsalının özəl sektora verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə təklif irəli sürüb. Nəticədə ölkəmizin buğdaya olan tələbatının 75-80%-i daxili imkanlar hesabına ödənilə bilər. İllik olaraq elit toxum istehsalı 1000-1500 arasında tələbata görə dəyişə bilir. Bu dövlət sifarişi ilə olur. Amma özəl sektora keçsə, hardasa 7000 ton, 8000 ton, 9000 ton elit toxum istehsalı eləmək mümkündür. Əgər elit toxum istehsalı artarsa, eyni zamanda buna paralel olaraq ölkəmizdə sertifikatlı toxuma olan tələbatı 80%, 90% ödəmək mümkün. 150-160 min ton birinci, ikinci reproduktiv toxum istehsal etmək mümkündür. Qərib Novruzlu bildirdi ki, ölkə başçısının göstərişi ilə Qarabağ və Şərqi Zəngəzurda Əkinçilik Elmi Tədqiqat İnstitutu buğda sortlarının becərilməsi üçün müəyyən tədqiqat işlərinə başlayıb. Orada torpaqların əksəriyyəti dəmiya torpaqları olduğu üçün hələ ki sınaqlar keçirilir. Kifayət qədər yağıntılar olduğu təqdirdə həmin ərazilərdə də müvafiq sortları əkib becərmək mümkün olacaq ki, bu da daxili məhsulun artımına təkan verəcək. Sənan Bəhrəmli, Mədnə Niknəcat, Rüfət Bayramov, Amil Əliyev, ATV Xəbər.